Salam, xoş gördük dəyərli Avtosas izləyiciləri. Təqribən bir ay yarımdan sonra yenidən ikinci əl avtomobil bazarına üst tutmuşam. Əvvəl, yəni sonuncu dəfə bazarda olduğum vaxt kiçik bir canlanma müşahidə olunurdu. Alqı-satqıda bir hərəkətlənmə var idi. Qiymətlər isə nisbətən əvvəlki dövrlərə baxanda daha da ucuzlaşmışdı. Bugün nə baş verir? Ay yarımdan sonra maşın bazarında vəziyyət hansı istiqamətə dəyişib? Ciddi bir dəyişiklik varmı? Söhbət həm alqı-satqıdan, həm də qiymətlərdən gedir. Bunu daha dəqiq bilmək üçün indi bazara daxil olacağım və təbii ki, hər bazarda olan bir yoldaşla tanıyırsınız həmin qardaşı Elnurla bir ümumi müşahidə aparacağım və Elnurun fikirlərini öyrənəcəm. Görək, yəni ki, bu bir ay yarım mən bazarda olmadığım, gəlmədiyim müddət ərzində ikinci əl avtomobil bazarında nə dəyişib? Avtosası izləmədə qalın, ən son məlumatları və yenilikləri, təbii ki, söhbət avtomobillərin alqı-satqısından gedir, bizdən öyrənir. Gün boyu biz bazarda olduq. Elə əvvəldə qeyd etdiyim kimi qiymətlərlə ümumi gedişatla daha yaxından tanış oldum. Artıq günün sonudur, həm də bazar artıq demək olar ki, başa çatıb. Saat 17-dir və bu qədər vaxtda biz bazarda olduq. Elnurla ümumi müşahidələrimizi apardıq. İndi soruşmaq istəyirəm, Elnur, bazar necə idi bugünkü bazar? Bugünkü bazar, yəni biz 2 ay geriyə baxanda yaxşı idi. Yəni xeyli irəliləyiş var. Yəni alıcı çoxdur. Yəni alqı-satqı oldu. Bəli, alqı-satqı oldu. Elə mən özüm də müşahidə elədim. Doğrudan da bazarda bir canlanma var idi, alqı-satqı var idi. Xeyli fərq eləyir. Əvvəlki bazarlara. Mən hardasa əvvəl demişdim, bir ay yarımdır ki, bazara gəlmirəm. Bu ay yarım ərzində nə dəyişdi və bugün biz artıq bir canlanmanın, əməlli başlı canlanmanın şahidi olduq. Elnur, qiymətlərdə vəziyyət nə yerdədir? Qiymətlərdə bir dəyişiklik var yoxsa yox? Dəyişiklik belə var. Biraz qalxma var. Yəni məsəl üçün bir 2-3 bazar bundan qabaq bir maşın satırdıqsa, o həftələr bəri üzü yaxınlaşdıqca maşınların sayı artır satmaq. Yəni alıcı çoxalır, belə deyək. Qiymətdə də alıcı da çoxalanda qiymət yəni qalxır. Bir hərəkətlənmə var deyək də. Və dəyərli izləyicilər, deməli bazarda həqiqətən də bir neçə saatda artıq saat 12-dən mən bazardayım və 5-6 saata yaxın bir vaxt gedib və bu müddət ərzində artıq bazar yoxdur. Tam başa çatdı bazarın bugünkü bazar günündə olan fəaliyyəti və günün də artıq sonuna yaxınlaşırıq. Ümumi bugünkü dəyərləndirməmiz onu deməyə əsas verir ki, əvvəlki bazarlara nisbətən bu gün həqiqətən də bir Elnurun da özünün dediyi kimi canlanma var, alqı-satqıda bir hərəkətlilik oldu. Hətta qiymətlərdə də əvvəlki bazarlara nisbətən bir qədər artım tempini müşahidə etmək olur. Zəif də olsa artım tempi var. Amma ümumi gedişat nəyə göstərir Elnur? Ümumiyyətlə gələcəkdə yaxın növbəti bazarlarda bu bazarın bir fərqi, yəni bugünkü bir fərqi gördük. Bundan sonraki bazarlarda da bir fərq yarana bilərmi? Yəni alqı-satqıda yarana bilər. Maşınlarda qalxma olacaq. Elnur, əslində hər bazar dediyim kimi bazardadır. Mövcud vəziyyətə görə Elnur demək istəyir ki, yəni ki, qiymətlər həm də ümumi temp növbəti bazarlarda tədricən dəyişməyə doğru gedəcək, müsbətə doğru. Belə deyək də, bax keçən bazardan indiki bazar daha yaxşı idi. O bir bazardan keçənki bazar daha yaxşıdır. Yəni bazar getdikcə çox yaxşılaşmağa doğru gedir. Biz bilirik ki, hibridlər və plug-in hibridlərlə bağlı və eləcə də elektromobil avtomobillərə gömrük rüsumlarının o güzəştlər tətbiq olunurdu. Hansı ki, artıq o güzəştlər Milli Məclisin artıq növbəti qərarı ilə, yəni yeni qanun layihəsi ilə 2026-cı il yanvarın 1-dən etibarən həm daxili yanma mühərrikindən gedir burada söhbət. Plug-in hibrid və hibrid avtomobillərə artıq o güzəştlər tətbiq olunmayacaq. Yalnız burada söhbət elektromobillərdə, yəni elektrikli maşınlara güzəşt tətbiq olunacaq. Hansı ki, bundan qabaq, yəni indiyə qədər son 3 ilin, yəni 3 ilin maşını, belə deyək də 2022-ci ilin maşını olan hibridlər və plug-in hibridlərə həmin güzəştlər tətbiq olunurdusa, artıq 2026-cı ilin yanvarın 1-dən o maşınlara güzəştlər tətbiq olunmayacaq. Bu da o deməkdir ki, deməli həmin maşınlar artıq ölkəyə idxal olunanda və onların satışında müəyyən qədər bir artım olacaq, qiymətdə bir bahalaşma olacaq. Bu da ikinci əl avtomobil bazarında İkinci əl avtomobil bazarında əsasən də biz bilirik ki, daxili yanma mühərriki ilə olan ənənəvi, yəni bildiyimiz bu
marka maşınlara Hyundai, Kia və bunun fonunda Ford Fusion və buna bənzər digər hansı ki Avropa istehsalı, Koreya istehsalı, Amerika istehsalı olan maşınların qiymətində bir artım və bir alıcılıqda bir canlanma gözlənilir. Belə bir proqnozlar var. Sən nə deyirsən İlnur? Görsədir artıq. Yəni artıq hiss eləmək olur. Biraz yaxına dur zəhmət olmasa. Yəni proqnozlarının 10 demə əsas verir ki, artıq bir var. Nəsə bir orada bir işıqızı gözləmək olar. Bir şans var deyirsən. Yəni o artıq inşallah yeni ildən sonra daha yaxşı olacaq ki, o qalxandan sonra bu ikinci əl maşınların qiymətində xeyli fərq edəcək. Yəni bu fərqdir ki, artıq biz indidən elə hiss eləməyə başlamışıq. İki bazarda hiss edirik. Əslində elə yaza qədər bəlkə də vəziyyət daha yaxşıya doğru dəyişmiş olar. Təsəvvür edirsiniz, indi 26 minə, 22-23 minə satılan hibrid avtomobillər 30 minə və 30 minin üzərinə qalxsa qiymətlər, təbii ki, belə deyək də, bir çoxları fikirləşəcək ki, 30 min Çinin maşınına verməkdənsə Avropa maşınını gedib daha yaxşı vəziyyətdə olan ikinci əl olsa da Avropa maşınını 19 minə, 20 minə alsam daha yaxşı olar, uduzmaram. Nə fikirləşsən Elnur? Doğrudan da uduzmaz insanlar, yəni uduzmaz. Sıfır maşın Çinin maşınından daha yaxşıdır deyirsən. Çinin maşınları getdikcə görürsən ki, yəni o tüfəklər üzə çıxır. Yəni ona görə belə deyək də, ən əsasında da biraz bizim ikinci bazar gücləşməyimizin səbəbi odur ki, belə deyək də, illər keçdikcə o maşınların görünür ki, bu o maşın deyil. Yəni tüfəklər artır. Yəni özünü doğrultmur deyirsən. Ona görə qaydırlar ikinci. Bir də bir şey mən müşahidə edirəm Elnur. İnternet resurslarında baxıram ki, o maşınları artıq belə deyək də, bu müəyyən satış səhifələri var ki, orada artıq həmin o Çin istehsal olan vaxtı ilə ölkəmizə idxal olunan vaxtı ilə deyəndə 1-2 il bundan qabaq ölkəyə daha çox idxal olunan həmin maşınların kütləvi satışının da mən şahid oluram. Baxırsan ki, alınan qiymətdən 7-8 min daha aşağı ucuz qiymətə qoyub satmaq istəyirlər. Və bu nə idi əsas verir? Yəni özünü doğrultmadı mı, yoxsa insanlar aldı, həvəsini öldürdü, sürdü, satmaq mı istəyir? Nədir bu? Nə deyə bilərsən bundan bağlı? Belə doğrultmağında əslində doğrultmadı, yəni o olmadı. Doğrultmadı, yəni bizim bu tam benzinlə işləyən maşınlar yaxşıdır da, yəni onlardan yəni belə deyək də, yəni Kitay maşınını yəni alır, biraz sürür, görür ki, o deyil, rahatçılığıdır, qurudur. Yəni öyrəşib Avropa maşınları, o rahatlığa öyrəşib. Həm də o dözümlülük baxımından Koreya maşınında, Amerika və Avropa maşınına öyrəşib. O rahatlığı və o komfortdan da əlavə o belə deyək də, o dözümlülüyü tapa bilmir onda. Biraz bir nasazlıq olanda xərci də xəsarətinin daha baha. Gəlmişik ki, usta tanımayaq, usta yanına getməyək. Həm də usta yanına getsək belə 5-3 manatına vermək qoyaraq, amma bu maşınları eləmək olmur. Həm də ustası hələ yoxdur. Ustası tam yoxdur da. Ustası yoxdur, bu o deməkdir ki, deməli insanlar tədricən artıq qiymətlər də qalxacağı ehtimalı yüksək olduğuna görə artıq ənənəvi şəkildə ikinci əl avtomobil bazarına qayıtmağa başlayıblar. Gözləyək görək nə baş verir. Avtosazı izləmədə qalın. Ən son məlumatları bizdən öyrənin. Hələlik özünüzə yaxşı baxın.